Adi bir yazısı, küçük bir hekayesi, dörtçe misrası kifayətdir onu səmimi insan kimi tanımağına. Üzünü görməsən, şəxsən tanımasan, Zahid müəllimi bax elə belə təsəvvür edərsən. Həlim səsli, nur çöhrəli bir insan. Onunla həm söhbət olmaq, onunla ünsiyyət qurmağın özü səmimiyyət istəyir səndən. O duyumludur, onun üçün də şairdir. O düşündürəndir, çünki nasirdir. O yaradandır, axı alimdir. Ən başlıcası isə öyrədəndir, çünki müəllimdir. Müasir uşaq ədəbiyyatımızın müəllimi. Bizim bağçamıza bir çəmən düşüb, sürüşüb baharın çeynindən düşüb. Zahid Xəlilin poeziya yaradıcılığının leytmotividir bu mısralar. İlk şeiri 1958-ci ildə Yeni Yevlax qəzetində dərc olunanda bu sevincin sorağı dövrü mətbuata yayıldı. Az vaxtda Zahid Xəlil imzası öz oxucusunu tapdı. İlk kitabı Uçan Çıraqlar 60-cı illərin uşaqları üçün nəğmə çələngi oldu. Arzusunda olduğu ciddi ədəbiyyatın daha ciddi keyfiyyətlərini uşaqlar üçün yazdığı şeirlərdə cəmləşdirdi. Uşaq ədəbiyyatında ilk uğurları şairə şöhrət gətirdi. Müxtəlif dillərə tərcümə olundu. Həmin illərdə ən böyük mükafatı Tanrının tərtəmiz mələklərinin, uşaqların onun yaradıcılığına olan sonsuz sevgisi oldu. Uzunburun bir balık lap dənində üzürdü. Birdən suyun altında bir kiçik qarmaq gördü. Qarmağa lağ elədi, öz-özünə söylədi. Balıqlar niyə bundan? Görəsən qorxur axı. Mən indicə udaram əyri-burun qarmağı. Balıq qarmağı tutdu, qarmaq balığı tutdu. Güzgü. Dovşan yolda bir güzgü tapdı. Güzgü də özünü görüb elə bildi ki, şəkildir. Qəşəng bir şəkil tapmışam, lap qəşəng deyə səs-küy saldı. Ceyran güzgünü alıb baxdı. Doğrudan da gözəldir. Siz bir onun buynuzlarına baxın, lap mənimkinə oxşayır. Gözlərinə söz ola bilməz. Canavar güzgünü qapıb aldı. Bəri ver görüm, deyə ceyranın üstünə qışqırdı. Xeyli baxandan sonra dedi. Gözəl olmağına sözüm yoxdur, amma yırtıcıya oxşayır. O, güzgünü ilana verdi. İlan xeyli baxıb dedi. Ay aman, siz hələ onun dişinin dibindəki zəhərə fikir vermişsiniz, bu saat o hamını çala bilər. Meymun hirslənərək güzgünü ilanın əlindən qapıb aldı və diqqətlə baxmağa başladı. Xeyli baxandan sonra dedi. Belə çirkin heyvanın şəklinə hələ bir əlinizə alıb baxırsınız, deyə güzgünü dərəyə tulladı. Güzgü sındı, hekayə də qurtardı. Müasir uşaq nəsrimizin orijinal yazarı Zahid Xəlilin ilk nəsr kitabı 40 min tirajla çapdan çıxanda çoxu bu hadisəni tərəddüdlə qarşıladı. Çünki həmin kitabda Ballıcada toplanmış nağıl və hekayələr Azərbaycan uşaq ədəbiyyatında yeni bir janr idi. O janrda Andersen, Gianni Rodari yazmışdı. O janrı Zahid Xəlil davam etdirdi müasir Azərbaycan uşaq ədəbiyyatında. 2 il sonra çapdan çıxan Çıraq nənənin nağılları uşaq ədəbiyyatımızın nailiyyəti kimi qiymətləndirildi. Mən istəyirəm ki, Güləyə xanım, bir əhvalat danışam sizin üçün. Bu Salam Cırtdan kitabı deməli 87-ci ildə çap olundu və bu kitab o zaman
ölkə üzrə ilin ən yaxşı kitabı hesab olundu. Özü də bu, demək, Ümumtürk müsabiqəsinə düşmüşdü də. Nədir? Ümumdünya sərgisi keçirildi Moskvada. Və o sərgidə mənim kitabım olduğuna görə məni də nəşriyyat dəvət eləmişdi Moskvaya. Və bu çox maraqlı idi ki, mənim kitabım demək o sərgidə ən aşağıdaydı. Aşağıda qoymuşlar da. Çünki məndən sonra, mən əvvəl biraz istədim ki, hayküy salam ki, bu nədir, mən niyə aşağıdayım filan. Sonra gördüm məndən yuxarıda elə Rusiyanın ən görkəmli adamlarıdır, klassiklərdir filan, bu da mənim elə yerim oradır. Deməli, biz dayanmışdıq orada, o otaqda gəlirlər, cürbəcür, deyək, xarici ölkələrdən filanlardan gəlirlər, kitablara baxırlar və müqavilə bağlayırlar yazıçılarla. Birdən hayküy düşdü. Hayküy düşdü. Dedilər ki, bəs sakit olun, geri çəkilin filan qoyma. Nə olub? Mən gördüm ki, 2 nəfər yaxınlaşır bizə. Biri Yakovlev idi, mən onda tanıdım onu. O vaxt Mərkəzi Komitənin katibi idi. Bu adamlar gələndə nəşriyyatın direktoru, demək, Şatunova, Tatyana Mixaylovna. Gördüm ki, sürətlə gəldi, bu kitab, mənim kitabımı yerdən belə götürdü, arxasında gizlətdi. Mən fikirləşdim, görürsə bu nə işdir, belə gözümdən başmadı da bu. Gördüm bu adamlar ki, bizə yaxınlaşdı və mən birdən o bir adamı tanıdım. Bu Heydər Əliyev. Bizim Azərbaycanın sevimli Heydər Əliyev. Yaxınlaşdı bizə. Mən istədim, ürəyimdən keçirdi ki, mən bunu yürəm, qucaqlayam, öpəm. Çünki mənim xalqımın böyük adamı idi. Amma elə sakitcə böyründə belə dayandım, bir söz deyənmədim. Deməli, bu Şatunova dedi ki, bəs Heydər Əliyeviç, sizin cırtdan da buradadır. Mənim kitabımı, mən indi başa düşdüm ki, niyə götürüb, belə göstərdi, sonra dedi ki, bəs müəllifini də dəvət eləmişik, o da buradadır, çöndü mənlə demək görüşdü. Sonra Şatunova bu kitabı artıq yerə qoymadı. Bu gətirdi, ən görkəmli yerdən yerə qoydu və inanırsınız ki, məsələn, bu kitabın sonraki taleyində o yerin çox böyük əhəmiyyəti oldu. Müxtəlif dillərə tərcümə olunmuş kitablar, monoqrafiyalar, xatirə şəkillər, təbrik məktubları Zahid Xəlilin ömür yolunun bələdçisidir. Onun müxtəlif illərdə tərcümə olunmuş, milli uşaq ədəbiyyatımızın bütün incəliklərini özündə əks etdirən tədqiqat əsərləri rus dilli oxucular tərəfindən böyük bir hadisə kimi qarşılandı. 1987-ci ildə Moskvada Detskaya Literatura nəşriyyatının nəşr etdirdiyi 16 çap vərəqli həcmində Detskaya Literatura Azərbaycana kitabı milli ədəbiyyatımızı tanıtmaq sahəsində əvəzsiz rol oynadı. Что привлекает меня в творчестве этого интересного и глубокого писателя? Я, когда перечитываю стихи, поэтические сказки и рассказы Захида Халила, меня они покоряют своей искренностью, доверительностью и, скажем, простотой. Той простотой, без которой детская литература невозможна. Произведением Захида Халила уготована долгая литературная жизнь, что они с интересом будут встречены не только у нас в Белоруссии, не только, вот я уже говорил о книге, изданной в Российской Федерации, но и в ряде других советских республик. Творчество этого писателя поистине интересно, ибо оно глубоко, ибо оно народно в полном смысле этого слова. Zahid Xəlil öz xalqının mənəvi sərvətinin yaradıcısıdır. İqor Matyaşov, tənqidçi. Hansı verilişi ki Zahid Xəlil aparır, o çox maraqlıdır. Bizim Moskvada buna bənzər veriliş tapmazsın. Yuri Kuşak. Zahid Xəlil 1970-ci ildən Azərbaycan Dövlət Pedaqoji Universitetində dərs deyir. Filologiya elmləri doktorudur. Pedaqoji fakültənin dekanıdır. Gənc filoloq alimlərin, pedaqoqların yetişməsində nümunə göstərir. Siz daha böyük, daha təmtəraqlı bir aləm yarada bilərdiniz Zahid müəllim. Çünki buna haqqınız var. Sizi təbrik etmək, sizə olan sonsuz sevgisini, minnətdarlığını bildirmək istəyənlər də çoxdur. Hələ neçə belə görüşlər olacaq, hələ neçə belə əsərlər yazılacaq, nəsillər dəyişəcək. Dəyişməyən yalnız bir şey olacaq Zahid müəllim. Oxucularınızın, tələbələrinizin,
Tamaşaçılarınızın size olan sonsuz sevgisi olacak değişmeyen. Bir de bizim geldiğimiz qənaət. Hər könüldə yeriniz var. Zahid